Bugün sizinlə konstitusiyamızın çox vacib bir hissəsinə, deməli gündəlik həyatımıza birbaşa toxunan bir sahəyə baş vuracağıq. Salam, bəli, söhbət yerli özünü idarə etmədən, yəni bələdiyyələrdən gedir. Məsələ, əlimizdəki əsas mənbə də konstitusiyamızın 9-cu fəslidir və bizim bugünkü, necə deyərlər, missiyamız bu fəslin dərinliklərinə getməkdir. Yəni qanunun hərfi mənasından biraz kənara çıxıb, bu maddələrin əslində bizim üçün, vətəndaşlar üçün nə demək olduğunu anlamağa çalışacağıq. Bəli, başqa sözlə, konstitusiya bələdiyyələri necə görür? Onların gücü nədədir? Sərhədləri haradadır? Və ən əsası, bu sizin, yəni orada yaşayan insanların həyatına konkret necə təsir göstərir? Gəlin başlayaq elə tərifdən. Konstitusiya çox aydın deyir, yerlərdə özünü idarəni həyata keçirən qurumlar. Bəli, bu təməl fikirdir. Amma bunun arxasında nə dayanır? Əsas məntiq odur ki, mərkəzi hakimiyyət hər xırda işə qarışa bilməz. Bəzi məsələlər var ki, onları ən yaxşı elə yerindəcə, orada yaşayan insanların seçdiyi nümayəndələr həll edə bilər. Aha. Konstitusiyada məhz bunu təsbit edir və iki vacib prinsipi vurğulayır. Birincisi, bələdiyyələr yerli işləri idarə edir. İkincisi isə, və bu bəlkə də ən vacibidir, onlar seçkilər yolu ilə yaranır. Seçki məsələsi. Bu həqiqətən açar nöqtədir, elə deyilmi? Yəni, bu yuxarıdan təyin olunmuş bir idarə deyil. Qətiyyən, məhz yerli icmanın iradəsini əks etdirməli olan bir qurumdur. Güclərini, legitimliyini birbaşa xalqdan, seçicidən alırlar. Bəs konstitusiya onların bütün işlərini, qaydalarını xırdalığına qədər müəyyən edirmi? Xeyr, və bu da maraqlıdır. Konstitusiya adətən təməl prinsipləri qoyur. Məsələn, bələdiyyələrin statusunun əsaslarını müəyyən edir. Amma onların necə seçiləcəyinin qaydalarını, yəni o detalları ayrı bir qanuna həvalə edir. Yəni, konstitusiya çərçivəni cızır, qanun isə içinə doldurur. Tamamilə bu bir növ iş bölgüsüdür. Konstitusiya nə və niyə suallarına cavab verir yerli özünü idarə, seçkili orqan. Qanunlar isə necə sualını detallandırır. Bu yanaşma həm konstitusiyanı sabit saxlayır, həm də qanunvericiliyə çeviklik verir ki, dəyişən şəraitə uyğunlaşsın. Aydındır. Bəs bu seçilmiş qurumlar, bələdiyyələr gündəlik işlərini necə təşkil edirlər? Konstitusiya deyəsən bu barədə çox qısadır. İclaslar, komissiyalar... Bəli, qısadır, amma əsas formaları göstərir. Deməli, iclaslar var, bu kollegial qərar qəbul etmək üçün əsas yerdir. Və komissiyalar var. Bunlar daimi ola bilər, müvəqqəti ola bilər, hansısa məsələni daha dərindən araşdırıb iclasa hazırlamaq üçün. İclasları da sədr çağırır deyəsən. Sədri çağırır. Bu standart bir parlamentar prosedur kimidir, sadəcə yerli səviyyədə. Görünüşdə sadə olsa da əsas odur ki, qərarlar tək başına yox, kollektiv müzakirə ilə qəbul olunsun. Onda gəlin ən vacib yerə keçək. Bu iclaslarda, bu komissiyalarda konkret nə müzakirə olunur? Yəni, bələdiyyələrin səlahiyyətləri nələrdir? Bax, konstitusiya bu haqda daha detallı danışır. Bəli. Konstitusiyanın müvafiq maddəsi, səhv etmirəmsə 144-cü maddə, bələdiyyələrin səlahiyyətlərini sadalayır. Və bu siyahı əslində yerli özünü idarənin nə demək olduğunu göstərir. Gəlin bunları qruplaşdıraq. Buyurun. Birincisi, deyək ki, daxili təşkilati məsələlərdir. Yəni, kimin bələdiyyə üzvü olduğunu təsdiqləmək, lazım gələndə səlahiyyətinə xitam vermək, öz iş qaydalarını, yəni reglamenti müəyyən etmək, sədri, müavinləri, komissiyaları seçmək. Bunlar olmadan qurum işləyə bilməz axı. Hə, öz daxili nizam-intizamı üçün. Bəs sonra, əsas işlər. Sonra gəlir çox kritik bir sahə, maliyyə. Konstitusiya bələdiyyələrə iki əsas maliyyə səlahiyyəti verir. Birincisi, yerli vergiləri və ödənişləri müəyyən etmək. Baxın, bu onların müstəqil gəlir mənbəyidir. Yəni, özləri qərar verirlər ki, hansı yerli vergi olsun, nə qədər olsun. Bəli, qanun çərçivəsində əlbəttə. İkincisi isə, bu və digər mənbələrdən yığılan pulla yerli büdcəni təsdiq etmək və sonra da o büdcənin necə xərcləndiyinə dair hesabatları qəbul etmək. Pul yığmaq və xərcləmək. Bu səlahiyyət olmasa, heç bir özünü idarədən danışmaq olmaz. Bu, onların maliyyə onurğasıdır. Deməli, pul məsələləri birbaşa onların səlahiyyətindədir. Maraqlıdır. Bəs başqa, məsələn, əmlak məsələləri? Bu da çox vacib bir blokdur.
Konstitusiya deyir ki, bələdiyyələr bələdiyyə mülkiyyətinə sahiblik, istifadə və sərəncam vermək hüququna malikdir. Bu nə deməkdir praktikada? Bu o deməkdir ki, bələdiyyənin öz torpağı, öz binası, hansısa avadanlığı ola bilər və o bu əmlakdan necə istifadə edəcəyinə, məsələn, icarəyə verəcək, satacaq ya başqa bir məqsədlə istifadə edəcək prinsipcə özü qərar verə bilər. Bu da onların müstəqilliyini gücləndirən bir şeydir. Maliyyə, mülkiyyət, bunlar daha çox resurslardır. Bəs birbaşa insanların həyatına toxunan proqramlar, məsələn, sosial sahə ya ekologiya? Bax, bu yəqin ki, səlahiyyətlərin ən maraqlı və vətəndaş üçün ən çox hiss olunan hissəsidir. Konstitusiya bələdiyyələrə 3 əsas sahədə yerli proqramları qəbul etmək və həyata keçirmək səlahiyyəti verir. Sosial müdafiə və sosial inkişaf. Yəni, kiməsə yardım, müavinət kimi şeylər? Bəli, o da daxil ola bilər, amma daha genişdir, məsələn, ahıllara, uşaqlara yönəlmiş yerli proqramlar, sosial xidmətlər. İkincisi, iqtisadi inkişaf proqramları. Bu nə deməkdir yerli səviyyədən? Kiçik biznesə dəstək ola bilər və ya yerli infrastrukturun yaxşılaşdırılması, yerli məhsulların təşviqi, üçüncüsü isə ekoloji proqramlar. Aha, parklar salmaq, zibillikləri təmizləmək kimi. Məsələn, və ya yerli su mənbələrinin qorunması, yaşıllaşdırma işləri. Görürsünüzmü, Konstitusiya bu 3 sahəni sosial, iqtisadi, ekoloji birbaşa bələdiyyənin öhdəliyinə verir. Bu çox geniş səslənir əslində. Elədir. Və bu onu göstərir ki, bələdiyyələr sadəcə kağız işləri ilə yox, həm də yerli icmanın həyat keyfiyyətini yaxşılaşdırmaqla, iqtisadiyyatını canlandırmaqla, yaşadığı mühiti qorumaqla birbaşa məşğul olmalıdır. Bu 3 sahə birlikdə insanların gündəlik rifahını müəyyən edir axı. Deməli, Konstitusiya deyir ki, bu məsələlərin həlli üçün açar sizin seçdiyiniz bələdiyyənin əlindədir. Məhz elə. Və bu, yenə də yerli seçkilərin əhəmiyyətini göstərir. Kimi seçirsinizsə, o adamlar bu proqramları formalaşdıracaq və həyata keçirəcək. Bu səlahiyyətlər siyahısı doğrudan da əhatəlidir. Yaxşı, bəs bu siyahı qətidir, yəni Konstitusiyada yazılanlar vəssalam. Yoxsa dövlət onlara başqa işlər də tapşıra bilər? Maraqlı sualdır və Konstitusiya buna da hə deyir. Yəni, qanunvericilik orqanları, Milli Məclis və icra hakimiyyəti orqanları, yəni hökumət strukturları, bələdiyyələrə əlavə səlahiyyətlər verə bilər. Hə, yəni nəzəri olaraq onların işi daha da arta bilər. Məsələn, mərkəzi hökumət deyə bilər ki, filan işi də bundan sonra siz görün. Bəli, bu mümkündür. Bu funksiyaların mərkəzdən yerləri ötürülməsi desentralizasiya üçün bir mexanizm ola bilər. Amma yəqin ki, bunun bir şərti var. Yoxsa əlavə iş verib, amma onu görmək üçün heç bir imkan yaratmamaq da olar. Yox, bax elə deyil. Əla yerə toxundunuz. Konstitusiya burada çox prinsipial bir tələb qoyur. Deyir ki, əgər bələdiyyəyə əlavə səlahiyyət verilirsə, onun icrası üçün mütləq şəkildə müvafiq maliyyə vəsaiti də ayrılmalıdır. Aha, bu çox vacibdir. Çox vacibdir, çünki əks halda o səlahiyyət sadəcə kağız üzərində qalar, bələdiyyə də deyər ki, mən bunu necə edim, pulum yoxdur. Konstitusiya həmçinin deyir ki, bu əlavə səlahiyyətlərin icrasına nəzarəti də elə həmin səlahiyyəti verən orqanlar edir. Yəni işi verən, pulu verən həm də nəzarət edir. Bəli, bu bir növ mərkəzlə yerlər arasında əməkdaşlıq və nəzarət balansıdır. Səlahiyyət verilir, maliyyəsi təmin edilir, amma eyni zamanda hesabatlılıq da tələb olunur. Yaxşı. Səlahiyyətlər və onların artırılması məsələsi aydındır. Bəs bu qərarlar necə qəbul edilir? Məsələn, hər hansı bir proqramı qəbul etməklə yerli vergiləri artırmaq arasında qərar qəbulu baxımından fərq varmı? Var, özdə çox əhəmiyyətli fərq var. Adi qayda belədir, Konstitusiyaya görə əksər qərarlar bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Sadə səs çoxluğu, yəni yarıdan bir səs çox. Bəli, iclasda iştirak edən və səsvermədə iştirak edən üzvlərin yarıdan çoxu hə deyirsə, qərar keçir. Bu, işlərin sürətli getməsi üçün normaldır. Amma maliyyə məsələlərində, xüsusən də vergilərdə, deyəsən başqa cürdür. Tamamilə başqa cürdür. Konstitusiya məhz yerli vergilərin və ödənişlərin müəyyən edilməsi kimi, yəni birbaşa insanların cibinə təsir edən məsələlər üçün xüsusi daha sərt bir qayda qoyub. Necə bir qayda? Bu cür qərarların qəbulu üçün bələdiyyə üzvlərinin ümumi sayının, baxın, təkcə iclasda iştirak edənlərin yox, bütün seçilmiş üzvlərin 3/2 səs çoxluğu tələb olunur. 3/2.
Bu ki çox yüksək həddir. Yəni təxminən 67%. Niyə belə bir tələb var? Məntiqi nədir bunun? Çox güman ki, bunun səbəbi odur ki, vergilər və ödənişlər çox həssas mövzudur. Birbaşa vətəndaşların maliyyə yükünü artırır. Konstitusiya qanunvericisi görünür belə düşünüb ki, insanların üzərinə əlavə maliyyə yükü qoyan qərarlar asanlıqla, tələsik, bəlkə də dar bir qrupun marağı ilə qəbul edilməməlidir. Yəni daha geniş bir razılıq tələb olunur. Bəli, çox daha geniş bir konsensus. Üçdəki səs çoxluğu tələbi məcbur edir ki, belə qərarlar daha yaxşı əsaslandırılsın, daha çox müzakirə edilsin və nəticədə daha çox üzv tərəfindən dəstəklənsin. Bu, maliyyə intizamı və vətəndaş maraqlarının qorunması üçün vacib bir, çəkindirici mexanizmdir. Bu həqiqətən də maraqlı bir detaldır. İndi gələk, bəlkə də ən çox danışılan məsələyə. Bələdiyyələrin müstəqilliyi. Konstitusiya onları nə qədər müstəqil hesab edir? Konstitusiya bu məsələyə, belə deyək, dialektik yanaşır. Bir tərəfdən açıq şəkildə deyir ki, bələdiyyələr öz səlahiyyətlərini həyata keçirməkdə müstəqildirlər. Bu nə deməkdir? O deməkdir ki, onların gündəlik işinə, xırda məsələlərinə kənardan müdaxilə olmamalıdır. Amma yəqin ki, bu müstəqillik mütləq deyil. Əlbəttə deyil. Konstitusiya dərhal bir neçə vacib məhdudiyyəti və prinsipi də qeyd edir. Birincisi və ən əsası, bələdiyyələrin fəaliyyəti Azərbaycan dövlətinin suverenliyinə xələl gətirə bilməz. Bu, qırmızı xəttdir. Yerli özünün idarə, dövlətin vahid sistemi içində fəaliyyət göstərir. Bu aydındır. Bəs başqa? İkincisi, Konstitusiya deyir ki, dövlət bələdiyyələrin fəaliyyətinə nəzarət edir. Bu nəzarətin formaları, hədləri qanunla müəyyən edilir, amma nəzarətin özünün olması faktı Konstitusiyada yazılıb. Deməli, həm müstəqillik var, həm də dövlət nəzarəti. Bəs hesabatlılıq? Onlar kiməsə hesabat verirlər? Bəli, verirlər. Konstitusiyaya görə qanunla müəyyən edilmiş hallarda və qaydada bələdiyyələr öz fəaliyyətləri barədə birbaşa Milli Məclisə, yəni ölkənin ali qanunverici orqanına hesabat verirlər. Vay, birbaşa parlamentə. Bəli, bu da onların fəaliyyətinin umumdövlət maraqları ilə uzlaşmasını təmin etmək üçün bir yoldur. Maraqlıdır ki, sizinlə bu mövzunu müzakirə etməzdən əvvəl baxdığım qeydlərə görə bu nəzarət və hesabatlılıqla bağlı bəzi müddalar ya da onların indiki daha dəqiq forması Konstitusiyaya 2009-cu ildəki dəyişikliklərlə gəlib. Yəni zamanla bu mexanizmlər daha da dəqiqləşdirilib. Bəli, bu onu göstərir ki, bələdiyyələrin dövlət sistemindəki yeri və məsuliyyət mexanizmləri tədricən daha aydın müəyyənləşdirilib. Bəs bu nəzarət, bu hesabatlılıq bələdiyyələrin müstəqilliyini çox sıxmırmı? Onların öz hüquqları necə qorunur? Tutaq ki, hansısa dövlət qurumu onların işinə haqsız yerə qarışdı və ya səhv bir qərarla onlara ziyan vurdu. Nə etməlidirlər? Baxın, Konstitusiya bu balansı qorumağa çalışır. Nəzarət və hesabatlılıqla yanaşı, bələdiyyələrin öz hüquqlarının müdafiəsi üçün də təminatlar var. Konstitusiyada açıq şəkildə yazılıb ki, bələdiyyələrin məhkəmə müdafiəsinə təminat verilir. Yəni məhkəməyə verə bilərlər. Bəli, əgər hüquqlarının pozulduğunu düşünürlərsə, istənilən quruma qarşı məhkəmədə iddia qaldıra bilərlər. Həmçinin çox maraqlı bir məqam var. Əgər dövlət orqanlarının qərarları nəticəsində bələdiyyələrə əlavə xərclər yüklənirsə, məsələn, qanunsuz bir qərarla onların büdcəsinə ziyan dəyirsə, bu xərclərin ödənilməsinə də Konstitusiya təminat verir. Bu da bir növ maliyyə təhlükəsizliyidir onlar üçün. Bəli, müəyyən dərəcədə həm hüquqi, həm də maliyyə təhlükəsizliyini təmin etməyə çalışır. Anladım. Müstəqilliyi, nəzarət, hesabatlılıq, hüquqların müdafiəsi həqiqətən kompleks bir sistemdir. Yaxşı, bəs işlər tərsinə gedəndə, yəni bələdiyyənin özü və ya onun işçiləri kiməsə ziyan vuranda, məsuliyyət məsələsi necədir? Deyəsən, bu yaxınlarda Konstitusiya bundan bağlı xüsusi bir əlavə də edilmişdi. Bəli, çox vacib bir məqamdır bu və düz deyirsiniz, Konstitusiyaya 2016-cı ildə edilən bir əlavə ilə birbaşa bağlıdır. Həmin vaxt Konstitusiyaya tamamilə yeni bir maddə əlavə edildi, adı da belədir, bələdiyyələrin məsuliyyəti. Və nə deyir o maddə? Çox konkret bir vəziyyətdən danışır. Deyir ki, əgər bələdiyyə qulluqçularının qanuna zidd hərəkətləri, məsələn, qanunsuz bir sərəncam verməsi və ya əksinə, hərəkətsizliyi, yəni etməli olduğu işi görməməsi nəticəsində insanların hüquq və azadlıqlarına ziyan dəyirsə, ya da onların təminatı pozulursa. Yəni, vətəndaş zərər çəkirsə? Bəli, vətəndaş zərər çəkirsə, buna görə həm bələdiyyələr,
həm də həmin qulluqçular birlikdə mülki məsuliyyət daşıyırlar. Mülki məsuliyyət. Bu praktikada nə deməkdir? Zərər çəkən nə edə bilər? Praktikada bu o deməkdir ki, əgər siz sübut edə bilsəniz ki, bələdiyyə işçisinin qanunsuz hərəkəti və ya hərəkətsizliyi sizə maddi ziyan vurub, məsələn, əmlakınıza ya da sağlamlığınıza və ya mənəvi zərər vurub, siz dəymiş ziyanın ödənilməsini tələb edə bilərsiniz, məhkəmə yolu ilə. Və təkcə o işçidən yox, bələdiyyənin özündən də. Bəli, məsuliyyəti təkcə səhvi edən konkret qulluqçu yox, bütövlükdə bələdiyyə qurumu da daşıyır. Bu, vətəndaşlar üçün çox güclü bir hüquqi müdafiə vasitəsidir. Əvvəllər konstitusiyada ümumi şəkildə vətəndaşlar qarşısında məsuliyyət ifadəsi var idi. Amma bu yeni maddə həmin məsuliyyəti daha konkret, daha əlçatan, məhkəmə ilə tələb edilən bir formaya saldı. Bu, doğrudan da bələdiyyələrin fəaliyyətində qanunçuluğu və vətəndaş hüquqlarına hörməti gücləndirmək üçün ciddi bir addımdır. Sözsüz, çox ciddi bir addımdır. Beləliklə, bütün bu konstitusiya fəslinə bir növ yuxarıdan baxsaq, ümumi mənzərəni necə çəkə bilərik? Bu maddələr bizə bələdiyyələr haqqında nə deyir axırda? Ümumiləşdirsək, deyə bilərik ki, konstitusiya bələdiyyələri yerli həyatın idarə olunmasında vacib rol oynayan, seçkilərlə formalaşan qurumlar kimi görür, onlara kifayət qədər geniş səlahiyyətlər verir, yerli maliyyə, yerli mülkiyyət və ən əsası yerli icmanın sosial, iqtisadi, ekoloji inkişafı ilə bağlı proqramlar. Və bu səlahiyyətləri də müəyyən prosedurlarla, iclaslar, komissiyalar vasitəsilə həyata keçirirlər. Maliyyə məsələlərində isə daha ehtiyatlı, daha çox səslə. Bəli. Eyni zamanda konstitusiya onların müstəqilliyinin sərhədlərini də cızır. Bu, müstəqillik dövlətin suverenliyi prinsipi ilə məhdudlaşır, dövlət nəzarəti var, milli məclisə hesabatlılıq var və ən nəhayət vətəndaşlar qarşısında birbaşa hüquqi məsuliyyət var. O cümlədən o yeni əlavə edilmiş mülki məsuliyyət. Yəni, bir tarazlıq var. Bəli, çox incə bir tarazlıq qurmağa çalışır. Bir tərəfdən yerli təşəbbüsə, özünə idarəyə yol açır, digər tərəfdən isə ümumdövlət maraqlarının və vətəndaş hüquqlarının qorunmasını təmin edir. Bu, konstitusional çərçivəni anlamaq əslində həm yerli idarəetmənin potensialını, həm də onun məhdudiyyətlərini və məsuliyyətini görməyə kömək edir. Bu, yerli demokratiya ilə milli birlik arasında bir harmoniya modelidir, necə deyərlər. Və sonda, əziz dinləyici, sizi bir anlıq düşünməyə dəvət edirik. Baxın, konstitusiya bələdiyyələrə yerli iqtisadi inkişaf və yerli ekoloji proqramlar qəbul etməyə və həyata keçirmək kimi çox konkret və vacib səlahiyyətlər verir. İndi bir anlığa öz yaşadığınız yeri, şəhərinizi, qəsəbənizi, kəndinizi gözünüzün qabağına gətirin. Oradakı spesifik vəziyyəti, imkanları, problemləri düşünün. Və özünüzdən soruşun. Sizin bələdiyyəniz məhz bu iki konstitusion səlahiyyətdən, yəni yerli iqtisadiyyatı canlandırmaq və ətraf mühiti qorumaq səlahiyyətindən istifadə edərək sizin yaşadığınız yer üçün konkret nə edə bilər? Bəlkə hansısa unikal bir turizm potensialı var ki, onu inkişaf etdirmək olar. Bəlkə təmiz enerji ilə bağlı nəsə etmək olar. Bəlkə yerli fermerlərə, sənətkarlara dəstək üçün bir proqram düşünmək olar. Bu barədə düşünmək konstitusiyanın bu maddələrinin real həyatla necə əlaqəli olduğunu görmək, bəlkə də yerli özünü idarəyə və onun imkanlarına daha fərqli gözlə baxmanıza kömək edər.